Bəli heyvan, suya çatdıq. Rahat nəfəs alın. Yaxşı, hansı tərəfdədir? Dayan yerində, qılıncını çək. Sizə yol kəsənlər, gecə gündüzünüz yoxdur? Dəvə oğrusuna bax, bizə deyir yol kəsən. Quldura bir bax, mənə deyir dəvə oğrusu? Deyilsən? Mən Kufə musafiriyəm, su axtarıram. Əgər düz deyirsənsə, Düz deyirəm. sübut elə. Sən mənə dəvə oğrusu olmamı sübut et. Bilmirsiniz ki, Məhərrəm ayında silah çəkmək, qan tökmək haramdır? Biz həmişə çöllərdəyik, yel bilmirik. İndi nə gündür, hansı gecədir? Keçən gecə 9 idi, dan yeri ağaranda Məhərrəmin 10-cu günü olacaq. Bu gecə mən nişanlıma qovuşmalıydım. Qan tökmək haram olan bir ayda. Əyləş. Heyvansızdır, saxla təri qurusun. Dəvə sürülür. Çox vaxt yediyimiz elə budur. Danış görüm, nişanlından niyə ayrılmırsan? Ayaqlarım sinsin əgər ondan ayrılsam. Rahilə müş kimi ətərlidir. Əgər gəzintiyə çıxsa, İran gülləri kimi ətri bürüyər ətrafı. Deməli, eşq divanəsi olmuşsan. Qəlbimin sualına cavab axtarırım. Mühüm bir şey var ki, bilməliyəm. Bundan mühüm nə ola bilər? Bu gecə vaxtı tələsik hara belə? Mən Hüseyn ibn Əlini axtarırım. İstədiyin cavab ondadır. Bəli, o bilir. Deməli, sən zülmət içində həqiqət axtarırsan. Əgər indi getməsəm, ola bilər heç vaxt onu görməyəm. Mən onu 10 gün bundan əvvəl gördüm. Biz dəvə otarırdıq. Xeymələrin o tərəfində. Əgər gecələri yol gedib gündüzləri dincəlsək, buradan ora 7 günlük yoldur. O, öz yoldaşları ilə orada çadır qurmuşdu. Məqsədi də Kufə idi. Mən ona bir kasa süd verdim. Bəli, o mənə və dəvələrimə dua etdi. Kufəyə val olacaq təqdirdə sənin özüvə heç bir şey vəd etmədi. O bizimlə namaz qıldı. Mən ona dedim, zülm hər yeri bürüyüb. O acı bir təbəssüm etdi.
O mənimlə bir qəribə tərzdə vidalaşdı. Sanki o bir daha qayıtmayacaqdı. At hazırdır. Köfənin yolunu göstərin. Yolu necə göstərim ki, bir tufanla hər yer bir-birinə qarışır. O ulduzu görürsən, çalış həmişə qarşında olsun. Gəl. Əgər Hüseyni görsən, denən dəvələrin suyu çoxalıb. Söz yox, bizi yuxudan elədi, amma şirin söhbətimiz oldu və xoş təsir qoydu. Sən İran gülləri barədə nə bilirsən? Kalk ey melun! Kalk ey nankör, kalk! Qalx ağaya əcəli çatmış. Siz kimsiniz? Tanımırsan? İş o yere çatıb ki, Ərəblərin ən iffətli qızını ləkələyib qaçalar və sonra da amanda qalalar. Bəs Ərəblərin qeyrəti harda qaldı? Zeydin, sən kimsəsiz bir məsihiyyə etdiyi yaxşılıqların əvəzini belə mi verdin ki, öz əziz qızını sənə layiq görmüşdü? Qalxsan qayıtmalısan. Sən cəzava çatmalısan. Səni xalq qarşısında cəzalandırmağımız möminlərin şərəfini təhqir edənlərə ibrət dərsi olmalıdır. Elə bilirdin Rahiləni rüsva eləyən intiqamsız qalacaq? Nədən danışırsınız? Hansı rüsvayçılıq? Sən toy məclisini tərk etməklə Rahiləni bədnam etmişsən, başa düşmüşsən? Hamıda belə bir sual yaranıb ki, sən Rahiləni hansı evə görə atıb getdin? Bütün qəbilələr, bütün ərəblər arasında. Sən Məsihi müsəlmanları bədnam etdin. Sən binamus gərək qılınca qanına qəltan olasan. Bax, bizimlə birgə getməlisən. Mən qayıda bilmərəm. Mən öz ixtiyarımla gəlməmişəm ki, qaydam. Biz anlaşmışıq ki, ya səninlə, ya sənin başınla qaydaq. Atlan gəl. Ya qalx, vuruş. Vuruş. Mən Rahilənin qardaşlarına əl qaldırmıram. Əl qaldırmısan? Qılın çək. Vuruşursan, yoxsa yox. Biz anlaşmışıq, ya səni qaytaracaq, ya da qeyrət üstündə ölməlisən. Vuruş. Vuruş. Mən səni vadar edərəm. Vuruş. Vuruş. İndi qan tökmə haram olan məhərrəm ay deyil.
Senin kimi bir Ramızın kanını tökmek her bir halaldan vacibdir. Mən heç vaxt öz əziz adamlarıma əl qaldırmıram. Sen korkarsan, korkak. Öz namerlik ve alçalmış sıfata bunu da ilave et. Mən hər çətinlikdən çıxmış bir yetiməm. Daş dəyirman işində. Məni öz şücaətinizlə qorxutmayın. Bu birinci dəfə deyil ki, mühasirədəyəm. Yox, mən heç vaxt qılıncdan uzağa düşməmişəm. Məni qılınc çəkib sizin öz dayanmağa vadar etməyin ki, məni dünyada hamıdan əziz sizsiniz. Öz canıma and olsun. Əgər qılıncı əl atsam, heç biriniz salamat yaxa qurtarmazsınız. Mən öz ürəyimə xəncər çəkməyə razıyam, amma sizə qıymaram. Əgər sizlərdən birinin qanı tökülsə, vay mənim halıma ki, özümü Rahiləni görməkdən məhrum etmişəm. Daha bundan sonra mənim üçün ölmək, ondan məhrum olmağından qat-qat asandır. Onda bize cevap ver, kalbimiz teselli tapsın. Araplar içinde hazaretimiz aradan geçsin. Araplar bizi meskhare edir, dost düşman arasında baş aşağı olmuşuk. 37 defa bizim kapıya Rahile'nin esine gelen sen değildin ve her defa yok kelimesi işleyip yeniden üstümüze kaydırdın. Bəli, Allah'ın da olsun ki, o mən idim. Əgər 1000 dəfə də yox desəydiniz, yenə də qaydacaqdım. Uca divar çəksəydiniz, aşıb gələrdim. Qapıdan qovsaydınız, bacadan gələrdim. Onsuz da bu canın qiyməti yoxdur, alın canımı. Yer və göylərin sirrini bilən Allah'ın da olsun, mən Rahiləni canımdan çox sevirəm. Rahilə. Abdullah, de görün məndə nə pislik aşkar oldu ki, bu cəfaya layiq görüldüm. Olmayan anamın ölümündən sonra məni tərk etməyi rəva bildin. Hansı xətaya görə məni atdın? Nəyə görə məndən ayrıldın? And olsun gecə və gündüzə ki, bir-birinin ardıyca gəlir. Səndən ömrüm boyu əsrət çəkdiyim məhəbbətdən başqa bir şey görməmişəm. Sənə gələn dərd mənə gəlsin. Sayən başımızdan əsik olmasın. Mənim bu gedişim öz ixtiyarımla deyil. Mən çağrıldığım üçün gedirəm. Söylə Abdullah, danış görüm, hara çağrılmısan? Mən Kufə səmtindən bir səda eşidirəm ki, kimsə bunu eşitmir. Rahilə, mənim müsəlman olmağıma ən böyük dəlilim Hüseynimin əli idi. Odur ki, sən mənə demişdin. Amma o qarışıq məclisdə isə Hüseynin dünya dalıca getməyindən danışırdılar. Dedim, olmaya gecikən, onu görməyən və həqiqəti tapmayan, nəticədə ömrüm boyu şək və tərəddüddə, nəyə görə həqiqətə agah olmadığım üçün təəssüflənəm. Eşitdiniz? O hələ də şəkdədir. Qoy danışsın. Mən o məclisdə kömək istəyən bir səs eşitdim. Ətrafa nəzər saldım, gördüm təkcə mən eşidirəm. Səsləyirdi. Bizə kömək etməyə bir kimsə tapılmazmı? Ona görə mən qalxdım. Bu nə sözlərdir sərənliyir? Bu həmin səs idi ki, məni yuxuda da çağırardı. Hətta Dəmirçi Əsvədi və tanımadığım başqa 2 nəfəri də. Mən elə şək və şübhədə olarkən, Dəmirçi Əsvəd məndən çox-çox əvvəl Hüseynimin əlini axtarırmış. Boşboğaz! Dediyim bu mənasız sözlər Rahilənin bədnamlığına çarə etməz. Əl çək Tahir, bədnamlıq ya şərafətin yeri deyil.
Qoy təzə qədəm öz yoluna davam etsin. Və sənin nə su tuluğun, nə də bir tikə çörək almağa pulun var. Get Abdullah, amma belə əli boş yox. Al. Bu qalxanı və kəməndi götür. Çörəkdir bir qədər pulla. Get Abdullah, eva çağırılmışsansa tez get. Sən niyə yuxadırsan? Git həqiqəti tap. Ya yəqinlə qayıt, ya inkarla. Rahilə, bacım, indi qəbiləmizə necə qayıdacaqsan? Başı uca. İndi harda olduğunu gərək biləsən. And olsun Allaha bunlar yıkılmış bütlərdir. Bəli, cahiliyyət dövründən qalıb. Buradan keçən adamlar onlara bir daş atmamış getmir. Ata-babalarım məbədlərin sahibi idilər. İndi isə mən onların gördüyü işlərin əzabını çəkirəm. Vaxt var idi bunların başına qızıl gümüş səpirdilər. İndi isə zirzibil və daş. Mən diri Allahı sitayiş edirəm ki, asmandadır.
Kaş biləydim Hüseynim Nəlibütlər haqqında nə deyib. Diri bütləri yer üzündə olduğu halda bu cansız bütlərə necə daş atım? Niyə diyamısan həyatım? Eşitmədin nə dedi? Əgər Kufəyə getmək istəyirsənsə, gizli yolla get. Sakit olun! Bu nə sınaqdır mənimlə belə? Niyə yolumun qabağını məzlumları çıxartdın ki, əgər onların köməyini yetsəm, səndən ayrı düşərəm və əgər qoyub getsəm, namərdliyə qol çəkmişəm. İrəliyə doğru həyatım. Qəniməti bir yerə yığ. İndi gəlirik. Kim ne götürse özünündür. Hara! Bizi tək koymayın!
Dayan ey cavan. Əgər bilirsənsə de görün biz səhranın harasındayıq. Burahadır. Hüseyin İbni Ali və onun qoşununu hardan tapmaq olar? Dostsunuz? Bəli, arxayın ol. Biz Hüseyin İbni Ali ilə müharibəyə çağırılmışıq. Müharibə? Camaat bizimlədir. 4 gündür ki döyüşə hazırlaşırlar. Qoşunlar dalbadar təyin olunmuş yerə gedirlər. Şübhəsiz qarşıda bizi çox çətin müharibə gözləyir. Biz gecikib tufanda azmışıq. Əgər bilirsənsə tezdir, yoxsa biz qənimətdən məhrum olarıq. Mən yolu yaxşı tanımıram. Gizlədir. Sən hansı qoşundan qalmısan? Dost, yoxsa düşmən? Yoxsa bizi aldadırsan? Mən özüm bu səhrada başımı itirmişəm və qalmağa da vaxtım yoxdur. Dayan! Onun danışığı məni şübhələndirir. Sən hansı qəbilədənsən? Bəni İkəl. Sən Məsihisən. Mən İsa və Məhəmmədin Allahına inanıram. Burada nə axtarırsan? Eşitmişəm bugün Neynəvada İsanı sərmıxa çəkəcəklər. Nağıl danışırsan? Bu nə boşboğazlıqdır? Bu sözləri bundan qabaq deyiblər, ayağısız. Bəli, 7 əsr qabaq. İsanı Məsihlər öldürmədilər. Necə olur ki, müsəlmanlar öz imamını öldürürlər? Oh, diri! Diri tutun! Bir dənə çala qazıb, boğazına qədər bastırın. Diri-diri kebab olacaq. Nə olub sizə? Fitrəni yatırdın. Bəni xaib haqqı ona verir. Bəni xaifə nə gəlib ki, Məsihi bir kimsənin tərəfini saxlasın? Vay bizim müsəlmanlığımıza, bir nəfər Məsihi bizi qəflətdən ayıldır ki, Əlinin oğlu ilə döyüşürük. Bizim sıyrılmış kılınclarımızdan korkun. Bəni xaif, Bəni Cübeyrənin şallağının dadını yaxşı tanıyır. Bizdən özünüzü gözləyin. Bəni xaifin qorxusu yoxdur. Yadınızdan çıxıb təlaütümə gələndə Bəni Cübeyrənin gününü qara edən biz deyildik. Döyüşlərdə tufan kimi coşanda təkcə uşaq və ərsiz qadın nalələri gələn sizin qəbiləniz deyildi. Kim onların cavabını verə bilər? Şərafəti dillərdə olan qəbiləni tanıtdırmağa ehtiyac varmı? Hansı bir iftixar var ki biz ona nail olmamışıq? Heç eşitmisiniz ki Bəni Cübeyrə hər hansı bir döyüşdə məğlub olsun? Vallah, onlar hər vaxt haqqı tapdaladılarsa məğlub oldular. Bəni xaifin ən yüksək şərafəti budur ki, təkcə ondan asimanların Allahından qorxur.
Məsihini gətirdilər. Ben onu getirdiler ki sizi kılıncdan iti sözlerle yaraladı. Qılıncdan iti haqqdır. Cavabını ver göster ki onun dediği hak değil. Benim cevabım ona budur. Onda kılınç o. Mən həyatım üçün kimə borcluyam? Bizim hansımız başkasına hayat vermişik? Hansımız Allah'a borçlu deyilik? Vaxt itirmə, tez git. And olsun Allah'a, sən məni öz istədiyin yerə çəkib aparırsan. Bunun mənası nədir? Sınaq? Məni sınamaq? Sənə tərəf bir addım belə atına lənət olsun. Bu quru və mənasız səhradan başqa bir yer tapılmadı. Oh elə, özümü müdafiə etməyə hətta kiçik bir xəncərim yoxdur. Görəsən sənin mənzilimə rahat və asudə gedən qonaqlardan biri ola bilməzdinmi? Elə bilirsən suya görə yolumu dəyişəcəm? Allah and olsun, heç nəyə etina etməyəcəm. İndi mən sənə tərəf gəlmişəm. Əgər məni çağırmısansa, sən də mənə tərəf addım at. Rahilə, bu istədiyin adamın adıdır. Əsvət, bu siyirmə qılınc düzəldən dəmirçinin adıdır. Yaxşı-yaxşı bax, eşq budur.
Yəni yanmaq. Bu Hüseynin sözüdür, Əsvədin dilindən. Eşqdir səni aparan, hələ məqsədə çox var. İndi gör eş yanğısı nə deməkdir? Ona dedim ki, Kufa'ya gitme. Vefasız adamlardı. Dedim onlardan özümü gözle. Ki atan Ali'nin başını onlar algan ettiler. Canavın bir parası olan kardeşime zehir veren onlar oldular. Onlar ki dediler biz seni müdafiye edeceğiz. Gel bize rehber ol. İndi hardadılar? Deyin görüm Hüseyin'in indi Küfe'ye satar. Sen hardan gelirsen ki hiç neden haberin yoktu. O Kufa'ya daxil ola bilmədi. Zalimlar yolu bağlamışdı. Ona çatmaq üçün neçə günlük yol qalır? O sənə çox yaxındır. İndi o Kərbəla adlı bir yerə çatıbdır. 3 gündür qoşun ardıyca gəlir. Hayküyləri hər yeri bürüyüb. Elə bil sonu yoxdur. Bizim özümüzə yaxşı bax. Və yarı yoldan qayıtmış adamların simasını yadında saxla. Bu işin axırı ölümdür, ölüm. Müharibənin faydası yoxdur. O beyət etmədi. O Kərbəla adlı bir yerdə mühasirədədir. O sənə indi çox yaxındır, çox. Yaralandı. Siz Allah bir söz deyin, ne oldu bakın? Feryat çək ki, daha peşimanıq. Feryadın bəlkə də onun qulağına çata. Feryat etməyini eşitdim. Onun feryadı hələ də qulaqlarımda səslənir. Kim istedi? Mənə kömək etməyə bir kimsə tapılmazmı? Biz vəfasızlıq etdik. And olsun duz çörəyə vəfasızlıq etdik. Əlini alnına tərəf apardı və bizə dedi, sizin evinizdə arvad uşaqlarınız var ki, hələ vidalaşmamısınız. Ya ata-ananız, ya da mal və borcunuz var ki, ödəməmisiniz. Məni tənha qoyub getməkdən xəcalət çəkməyin. Bu başqasının vəzifəsi deyil. Təkcə mənə və bir də dünya ilə vidalaşanlara vacibdir. Hər kim istəyirsə getsin. Mən beyətimi sizdən geri götürdüm. Gözlərini yumub əbanı başına çəkdi və uzunu çevirib öz yoluna devam etdi. Vəfasızlığım məni yandırır. Allah məni öldürsün. Biz vəfasız olduq. Çox az idilər, 62 nəfər, bir də öz qohum əqrabası. Niyə qayıtdıq? Niyə axı? Ona dedilər, sən kafirsən. Gör kimə dedilər. Bəziləri dedilər, bu müharibə ədalətli müharibə deyil və heç bir nəticəsi yoxdur. Beyət elə, canımı qurtar. Ya gizlən get dünyanın bir güşəsində özün üçün yaşa.
O beyət etmədi. Daha bizde kayıtlamayız yoktu. Deməli, adı Kərbəladır. Kərbəlanın yolu hansı tərəfdəndir? Bir qurtum su verə bilərsiniz? Neçəyə almalıyam? Susuzam. Sizdə insaf yoxdur? Ey cavan, biz qoyunu bağlamamışıq. Nə qədər istəyirsən, çək çıxar. Burada hər kəs su istəsə, özü çəkib çıxarır. Rahilə, ona bir qurtum su ver. Kərbəlanın yolu hansıdır? Siz niye matem tutmuşsunuz?
Sen bundan qabaq Məsihiydin. Rahat ol. Amma çox qalma. Gün ortaya bir şey qalmayıb. Hansı əziziniz ölüb ki, belə şivən qaldırmısınız? Biz ölülər üçün ağlamırıq. Bəs matəm deyil? Qədim ərəb rəvayətlərinə görə günlərin bir günü, bəlkə də elə bu gün asimandakı günəş çıxacaq. Ah, nalə edirik ki, bəlkə bəla varsa ötüb keçsin. İki günəş bir-birinin yanında? Neçə əsr qabaq. Əfsanədir. Gün orta bilərsən. Mən gün ortaya qalmayacam. Gərək gedəm. Ne üçün Hüseyin İbn Əlini axtarırsan? Deməli sən bilirsən. Sənin ona nə sualın var axı? Sənə kim deyib ki, mənim Hüseyin İbn Əliyə sualım var? Getməzdən qabaq bu ata bir qiymət ver. Birinci dəfədir ki, belə at görürəm. Bəli, o bizdən yaxşısını istədi. Kim? 7 gün bundan qabaq Hüseyin İbn Əli təqribən indi sən dayandığın yerdə durmuşdu. O bu daşın üzərinə ayaq qoymuşdu. Zeynəb burada namaz qılmışdı. Zülcənahı bu dirəyə bağlamışdı. Qardaşı Abbas bu vedrədə əllərini yumuşdu. O bu səfər barədə bir söz demədi? Fəryad çəkdiyini eşitdim. Nə dedi? Başlar qurban verilən belə sərdar görməmişəm. Xutbəsənlər yüksək kürsülərə qalxıb Allahın kitabını öz xeyirlərinə elə oxuyurlar ki, gəl görəsən. Zahidlik pərdəsi altında gizlənənlər milletin var yoxunu qarət edirlər. Özlərini möminlərin əmri adlandıranlar, möminlərin başlarını bədənlərindən ayırırlar. Vəziyyət o yerə gəlib çatıb ki, hətta suyu belə cəmaata rəva bilmirlər. Bu heç də fikirləşdiyiniz kimi deyil. Əksinə onlar zülümkar bir ünsür hazırlayır və öz dayaqlarını möhkəmlədir. Bu mülk və hakimiyyəti özləri üçün bütə çevirib və müntəzəm öz ambarlarını doldururlar. Bəs o burada olub? Vida vaxtı yaxınlaşanda o bizə belə dedi. 7 gündən sonra arxamca bir zavan gələcək. Susuzluğunu yatırın və ona bir at verin. O bunları dedi? O bizə qonaq gələcək və ona uca yerdən xoş gəldin deyəcəm. Deməli o bilir. Gün ortaya bir şey qalmayıb. Amma mən hələ ikinci günəş görmürəm. At üçün nə qədər verməliyəm? Pulunu qabaqcadan ödəyiblər. Görürəm siz belinizə qılınc bağlamısınız. Mənə bir qılınc satın. Biz qılıncı adət üzrə bağlayır və onunla bircə ölürük. Onu satmaq bizə ağırdır. Yox,
Eğer senin kılıncın olmalıydısa Hüseyin İbni Ali bize değerdi. Ey məni çağıran, mənə yol göstər. ارجع يا هذا. Hüseyin İbni Ali oradadır. Bir söz denən, yol belə düz gedir. Budur dediği qonaqlıq. Susuzların serdarı oradadır. Eğer benim Musem kabilesinden bir kesi görsen, deyersen ben kaçtım. Ta ona karşı suyu bağlamayayım. Her kim kaçmak istese, Kufeliler onu oxlayırlar. Necə oldu Kərbəlaya gəldin amma döyüşmədin? Kaçanlar sağ kalmamalıdır. Bize demiştiler ki o hükümeti al almak için gelip.
Deyirlər ki, o zülmü mübarizə eləmək üçün qiyam eləyib. Gördüm ki, əlində bayraq bərkdən fəryad edirdi. Görüm hansı zülmdən danışır? Biz qara gəldik. Yoxdur. O zülmə tabi olmadı. 5-6 nəfərlə necə mübarizə eləyir? Onlar öz cezasına çattılar. Xulafət, xulafət. Deyirlər ki, o zülmü mübarizə eləmək üçün qiyam eləyib. Bu işin O axırı belə zülmə tabi olmalı. olmadı. Onlardansan yoksa Ferrari? Onlardan deyil, bırakın geçsin. Sen gecikmişsen ve ganimetten de mahrumsan. Əgər vaxtında çatmayacaqdımsa, Kərbəlayı çağırmaq məqsədi nə idi?
Qayıt, ey cavan. Bizim xəbərimizi çatdır. Abdullah? لقد قدم عبد الله. نعم إنه عبد الله. إنه عبد الله. Bəşərin çata biləcəyi ən yüksək məqama çatdı. Mənim həyat yolumu işıqlandıran təkcə Hüseyn ibn Əlidir. Hara getdin? Nə gördün? Söylə Abdullah. Həqiqəti necə tapdın? Mən həqiqəti zəncirlənmiş gördüm. Mən həqiqəti parça-parça yerə səpələnmiş gördüm. Mən həqiqətin zələr başında gördüm.